Yay gündönümü günü Günəş şüalarının 30,5 dərəcə bucaq altında düşdüyü məntəqələrin yerləşdiyi coğrafi enlikləri müəyyən edin. Ümumiyyətlə, yay gündönümü dedikdə bilməliyik ki, Günəş şimal tropikində zenitdədir və şimal tropiki üzərinə Günəşin düşmə uzağı 90 dərəcə bucaqlıqda olur. Və bunu nəzərə alaraqdan bizdən isə 30,5 dərəcə bucaqlıqda düşdüyü məntəqələr istəyir. Belə ki, biz birinci növbədə müəyyənləşdirək görək, 30,5 dərəcə bucaqaltı 90 dərəcə enlikdən nə qədər, 90 dərəcə bucaqdan nə qədər aşağıdır. Onun üçün ilk növbədə biz 90 dərəcədən 30,5 dərəcəni çıxırıq və beləcə alırıq ki, 59,5 dərəcə. Və bu deməkdir ki, həmin bu məntəqələr şimal tropik xəttindən, yəni 23,5 dərəcə enlikdən 59,5 dərəcə şimalda və 59,5 dərəcə cənub enliyində, cənub istiqamətində yerləşir. Belə ki, bir dəfə biz 23,5 dərəcə şimal enliyinin üzərinə gəlməliyik 59,5 dərəcəni və buradan alacaq ki, bu testdə doğru cavab bu məntəqədə olacaq 83 dərəcə şimal enliyi. Demək ki, bir bəndimiz burada 83 dərəcə şimal enliyidir. Digər bəndi tapmaq istəyəcəksə, bu zaman 23,5 dərəcə şimal enliyindən biz çıxmalı olacaq 59,5 dərəcəni və bu zamanda doğru cavab kimi alacağıq 36 dərəcə, yəni -36. Bu o deməkdir ki, bu alınır 36 dərəcə cənub enliyi. Demək ki, bizim burada doğru bəndimiz gördüyümüz kimi 83 şimal enliyi və 36 dərəcə cənub enliyi olacaq.